Son 5 ildə 2020-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46% artıb. Bölgə TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik maliyyə sabitliyi hesabatında bildirilir. Sənədə əsasən ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub. Lakin sonrakı illərdə artım meyilləri müşahidə edilib. Bu ilin birinci yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalarındakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub. Hesabatda qeyd olunur. Ümumilikdə investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti quruculuq işləri, o cümlədən prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir. Hesabat müəllifləri hesab edir. Rəna Rövşənqızı, BTV.